Sən dinə imana gəlsən, sən mənə 10.000 verəcəksən, ha? Dini imana mən gəlsəm sənə 10.000 verəcəm. Amma o ətrafındakiləri paketləsən sən mənə verəcəksən. Bir sual vermək istəyirdim sizə. Əlbəttə. Yəni ki, siz Allah'ı inkar edirsiniz ki, yoxdur. Bəli, yoxdur. Düz 5 ateist tanıyıram ki, bir dəqiqə dində imandadır. O nətər olur? Mən deyiləm. Siz də ola bilərsiniz. Ola bilmərəm. Niyə? Çünki o dində olacağıma başım Yox, o demək olmaz. Niyə ki? laf qəşəng deyirəm. Yəni bir dənə olar sizə sual vereyim. Əlbəttə. Yəni siz deyirsiniz ki, Allah gözünü görsənmir də, yəni ki. Yox, elə demirəm mən. Ne olur ki, külək də görsənmir. Amma küləyi ölçə bilirsən deyil. Yox, ölçməyi bizə o imkanı Allah verib də o elmi. Allahı ölçməyə kim verib bizə imkanını? Ölçə Yox, bilmədiyimizi. o bizim ixtiyarımız yoxdur axı. Nə bilirsən ixtiyarın yoxdur. Yaxşı, onda bir dənə sual verim sənə. Yox, indi ikisini sən sual ver. İki sual sən verdin. Yox, dayan, Biri mənim dayan, növbəm. qulaq as. Mənim növbəmdir. Hə, Növbəylə. buyur. Sən müsəlmansan. Bəli. Hə, indi sən ver sualı, üçüncü sualı hazırlaş. Ver. Hə. Mən sizə bir dəqiqə desəm ki, cəhənnəmə inanırsınız. Nə reaksiya verərsiniz? Umurumda belə olmaz. Hə, yox, nə də olsa ürəyimizdə bir Heç zərrə qədər umurumda olmazdı. ola bilməz qardaşım. Əzizim, bir-birimizi yormayaq da. İndi gəlmə fikrimi dəyişdirmək var şimdi. Qüdrət qardaşım, Buyur. fikrimi dəyişdim. Buyurun. Buyur qaqam, buyur. Mömin olmaq istəyirəm, İslam'a gəlmək istəyirəm. Şərtləri deyincə unutulmaz. Şərtlər niyə? Şərtlər oca sən oca dilivdə dedin. Salam verirəm sənə, salam alırsan. Salam sənin dilində deyil, ərəbcədə deyil, ya İbranicədir, Yahudicədir. Şalam aleykum. İndi buyur. Mənə bax. Yox, qulaq. Hə, buyur. Mömin olmaq istəyirəm, Buyur, şərtlər. Buyur. Ha, şərtləri məndən istəyirsiniz ki, mən sizə tələb edeyim ki, siz dinə imana Bəli, gələsiniz. bəli. Böyle çok güzel. Biz oturuq qarşılıqlı bu ekrandan savayı. Oturuq bir çayxanada, hər da ürəyin istəsə ora çağırırsan. Ha? Nə tək ki biz ateistləri, 5 dənə ateisti dinə imana getirmişik. Sənə də hələ üz-üzdə danışacaq. Yox, hal-hazırda danışda niyə insanlar burada 400-ə yaxın, 300-ə yaxın ateist var ya burada. Yo, bildi mi olsun nə laf gözəl. Onlar da dinə imana gələcəklə geçdi. Mənə bax, qardaş, mən hal-hazırda canlı 400 nəfərin önündə imana gəlmək istəyirəm, şərtlər. O şərtlər çox gözəl. Bax, Quranı üzdən oxuyursunuz. Niyə? Quranı əzbərdən bilirəm. Üzdən niyə oxuyursunuz? Dərindən oxuyun. Altdan oxuyum. Yox, üzdən oxuyursunuz. Oxumusan sən altdan qardaşım, dərindən. Yox, qulaq asın, bir dənə sual verirəm. Altdan oxuma. İndi bax görürsünüz siz məhəllə salırsınız. Niyə elə salıram ya qardaş? Deyirsən üzdən oxuyursan, mən də deyirəm altdan oxuyum. Məsələn, filan aya filan cür belə olunu xırdalayırsınız, düzdür? Üzdən. Qüdrət. Gəl, Qürbət, dərinlikdə qürbət. oxu da. Qürbət. qardaşım. Yaxşı, gəl dərinlikdə oxuyaq. Qurani Kərim. Hə. Razısan? Bəli. Oxuyuram. Düzdür qardaşım, düzdür. Əhzab surəsi 37-ci ayət. Oğulluğun arvadını almaq olar. Mənə dərinləməsini izah eləyin də. Yox, neyin arvadını almaq olar? Mən zəhmət olmasa oğulluğun arvadını almağın dərinliyini izah eləyin. Oğulluğun arvadı o cəhətdən deyil ki, onu məsələn o peyğəmbər olub hələ bir hadisə. Düzdür? Olub, danmıram. Hə peyğəmbər öz oğulluğun arvadını qəbul eləyib. Möminlər də eləyə bilər axı. Möminlər o cəhətdən də onu izah eləyir ki, yəni peyğəmbər bunu eləyib, nə şərtini eləyib? Peyğəmbərin eləməyin şərti var falan mən maraqlı deyil. Mən möminə sabah mömin olsam icazə verirmi, vermirmi? Əlbəttə sənə icazə verilmir. Burası sadəcə Verilmir. peyğəmbərin icazə. Əlbəttə verilmir. Baxaq o zaman görək verilir yoxsa yox. Baxaq bir yerdə. Baxan problem yoxdur. Buyurun baxaq. Gəl, ekrana qoydum. Qoy. Görürsən ekranda? Bəli. Nə gözəl. Gör nə deyir burada? Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdi ki, oğulluqları arvadlarını boşadıqları zaman möminlərə heç bir sıxıntı olmasın. Görsən icazə verir. Niyə? Niyə görə? Nə səbəbə görə? Ya səbəb var ki, qardaşım, sən mən qulaq asmısan. İzah elə. Səbəb odur ki, o vaxtı oğulluğu olanda peyğəmbərin onun saxladığı oğulluq vardı ya. Hətta evlənmişlər. Əzim, peyğəmbərin kimlə evləndiyi mənim zərrə qədər marağımda deyil.
Bəs mən sizə izah edirəm ki, nə Mən səbəbə səndən görə başqa şey öldürməyə soruşuram. Mən səbəbini açıqlayıram. Peyğəmbərin Sən niyə həyatından nədənə mənə nə? Mən səndən soruşuram. Mən Çevik Bağırlı gedib övlad götürsəm, böyütsəm, oğul götürsəm, böyütsəm, evləndirsəm, o boşansa, gedib onun boşadığı arvadı özümə alaram yoxsa yox? Ala bilərəm yoxsa? Yox, sən ala bilməzsən, sən Səbəb? onu ala bilməzsən. Onda Niyə onda niyə sən görə? Qurandan avtomatik çıxırsan. Oğlumun Sən arvadını olmusan. ala bilmərəm deyirsən, düzdür? Sən yox, sən mömin deyilsən. Ay, Sən nə- möminlər ala bilər. Qulaq as, o mömin yox. Sən peyğəmbər səviyyəsinə çatmamısan hələ. Ay qaqaş, peyğəmbərə getmir bu. Bax, oxuduğunu anlaya bilmirsən sən qürbət. İdraç problemin var sənin. Yox, deyə qaqa. Mən Qaqa, sayıram ki, qaqa. Peyğəmbərlə Zeydin arvadı ilə peyğəmbəri ona görə evləndirdik ki, möminlər alanda problem olmasın. Anlayırsan? nəysə. Biz üz-üzə otura bilərik qabaq. Otura bilmərik. Yox. 600 manatdır məndən üz-üzə oturmanın qiyməti. Görürsən ki, sən də puluna gecə nəvədə ələ Anlamadım. Anlamadım. adamdakı 200 Anlamadım. Havay molla gedir. Nuş getmir, niyə gedir? Hadi mən tanımıram. Mən o molla cəhətinə gözünə baxmam. Kimdən baxsa ilahiyyatçıların havayı debata gedir. Onlar ölüyə hörmətsizlik Gör nə deyirəm? Onlar oxumağı İlahiyyatçıların pulsuz debata gedir. Bildim qaqa. Hə. Sən mənə deyirsən ki, sən promo mənə deyirsən ki 600 Bir başa deyirəm Yaxşı, 600 mən- manatdır. Mənlə debat eləmək istəsən 600 manatdır. Yaxşı, mən sənə 600 manat verdim. Din adamlarını da oturduzurdum qabağında, düzdür? Hə. Yox, təkcə ondan bitmir. Sən dinə imana gəlsən, sən mənə 10 min verəcəksən, ha? Dini imana mən gəlsəm sənə 10 min verəcəm. Amma o ətrafındakiləri paketləsəm sən mənə verəcəksən. Nə tör ki, mən sənə niyə verməyim? Sənə 600 manatı Ha verdim. çodur meydandır da, mən verəcəm sənə imana gəlsəm 10 mini. Sən onları mən imansız eləsəm nə olacaq? Sən onları bilirəm. Mən də o atestlərdə deyirlər hələ ki, Açı. Bax, mənlə debat eləmək istəyən dindar var ətrafında. Əlbəttə. Əlbəttə. Studiya, güvənlik 600 manat. Təklif budur. Qəbuldur. Yox, mən verirəm sənə 600 manat. Sıxıntı yoxdur, hepsi yox. Tardı get. Sən müsəlmansan? Yox, mən deist sayılıram. Yəni belə öz düşüncəmdə deistəm. Deistin Allah hardan gəlir? Bir dənə birinci mən sualımı verim, sən mənə aydınlat. Çünki mənim beynimdə suallar çoxdur da, yəni mən heç özüm də bilmirəm belə pis olmasın nəyə. Yəni deyirsən ki, Allah yoxdur da yazmısan ora, amma mən məsələn fikirləşirəm ki, yer kürəsinin lap dərinliyinə getsə yaranmasına. Lap yaxşılayaq təkamüllə biz heyvandan yarandıq, şimpanzədən yarandıq. Harda yazılıb şimpanzedə yarandığını? Sən deyirsən də, bayaq deyirdin. Tatlım harda yazılıb şimpanzedən yazıldığı? Videoyu görmüşdüm bayaq. Deyirəm, videon çıxdı bayaq. Videonda şimpanzedən Çünki yaranmışıq təkamül demişəm. nəticəsində insan yaranır. Təkamül nəticəsində insan yaranmağı şimpanzedən yarandığı anlamına gəlir. 98 mən nesə Tatlım faiz. şimpanzedən yarandığımız anlamına gəlir təkamül. İndi hər nəsə də elə bir söz deyirsən də, heyvandan yaranması deyirsən 98. Sənin fikrin nədir? Ehtimalla. Sənin fikrin nədir? Mənim fikrim bir yaradan var, çünki Bir ən yaradan azından- Adəmlə Həvvadan yaradıb bizi demək istəyirsən? Yox. Nədən Onu yaradıb? biz bilmirik kimdir. Sən bilmirsən. Özadva danış. O yaradan hardan Sən tapdın bilirsən sən? kimdir? Mən bilirəm ha. Kimdir? Biokimya. Aramızda qalsın. Biokimya? Biokimya anlayışı deyəndə nəyi nəzərdə tutursan ki? Biologiya və kimya. Anlamırsan eləmi? Biologiya və kimya yaxşı yer üzündəki bu qədər ardıcıllığı düzgün bir şəkildə necə tənzimləyə bilər şuursuz bir şey. Düzgün deyil axardıcılıq. Nəyə düzgündür? Ay batır, Genetik ay kifayət gedir, günəş çıxır, nə bilim fəsillər ardıcıllıqla gəlir, nə bilim. Günəş Yəni hər biologiyanın şeydə mövzusudur tatlım. arının gülə getməyi, bal verməyi, nə bilim də. Arıbalı sənin üçün verir tatlım. İndi hər kim üçün verir də, yəni ardıcıllıqdan söhbət gedir. La təkamülü nəticəsidir axı. Sən şiyəsən şəkərim. Yox. Dəqiq. Mən prosto yaradan Denən Allah söhbət haqqı edirəm. Allah. Mən demir. Allah'a deyil yaradana inanıram. Necə? Denən Allah haqqı. Allah'a deyil yaradana inanıram. Yaradana inanıram da. Denən Allah haqqı. Bir tanrı var. Denən Mənim Allah söhbətim var. Allah haqqı nə deyim? Denən də denən. İnanmıram. And neydim? Valla Allah haqqı hə gəl. And etsin hə. Mən baxay qardaş. Bu sənin Allahın atributları necədir? Atribut nəyə nəzərdə tutursan? Logo deyirsən. Funksional fəaliyyətləri.
Belə deyim də, mənim üçün bax halal haram deyə bir şey yoxdur. Onu anladım. Günah Net deyə bir şey Allah'ım, yoxdur. Allah dediyin, Tanrı Cənnət, dediyin. cəhənnəm deyə bir şey Onu anladım, ey yoxdur. şəkərim. Deyirəm ki, funksional atributları nələrdir? Necə funksional atributları? Nəyə Yaratdı. nəzərdə? Yaratma funksiyonu deyil. Yaratıb bir dənə yaratmağına inanıram. Başqa heç bir iş görmür. Bir səbəb olaraq yəni bilmirəm bizi niyə yaradır, bizdən nə istəyir. Nə bilim, yəni belə suallar çoxdur beynimdə. Anladım. Başqa bir məsələ var. Yox. Təşəkkürlər.